hələ 16 yaşında idi. Saçlarını uşaq kimi hörürdü. Qəlbində isə hələ nağıllara inanmaq istəyirdi. Anası bəzən ona baxıb pıçıldayırdı. Sən hələ balacasan. Amma həyat insanı böyütmək üçün fürsət gözləmir. Bir axşam evin qapısı döyüldü. Otağa yad nəfəs, yad baxışlar oldu. Elçi gəliblər. Deyəndə otaqdakı hava belə dəyişdiyini hiss etdi. Çay stəkanlarının taqqıltısı, qonaqların təbəssümü, böyüklərin danışığı, hər şey ona yad, amma qaçılmaz görünürdü. Qız sakitcə kənarda oturmuşdu. Üzündə utancaq bir gülümsəmə vardı. Amma ürəyi qopan quş kimi döyünürdü. O öz gələcəyinin başqalarının dilində danışıldığını eşitirdi. O gecə yata bilmədi. Tavanın kölgələrinə baxaraq düşündü. Mən kiməm? İndi uşaq mıyam? Yoxsa... Sualın cavabı yox idi. Sadəcə bir sükut vardı. İçində böyüyən, amma izah olunmayan bir sükut. 17 yaşında gəlinlik libası onun çiyinlərinə aslanda özünü tanımadı. Ağ, incə naxışlı libas sanki onu bir anda başqa dünyaya aparmışdı. Güzgüdə gördüyü qız artıq uşaq değildi. Gözlərində həm qorxu, həm də həyəcan vardı. Toy günü kəndin küçələri insanlarla dolmuşdu. Musiqinin səsi, qohumların təbrikləri, təbəssümlər, hər şey böyük görünürdü. Amma qızın ürəyində qəribə bir boşluq vardı. O baş verənləri izləyən tamaşaçı kimi sanki həyat öz axarı ilə onu da arxasınca aparırdı. Yeni evinin qapısı açıldı. Taxta pillələrdən çıxarkən ayaqları titrəyirdi. Evin divarları yad idi. Qoxusu yad idi. Amma qarşısında duran insan artıq yoldaşım adlanırdı. Qız içindən keçirdi. Mən indi evli qadınım. Həyatım bundan sonra necə olacaq? Hər şey yeni idi. Süfrə, qaydalar, sözlər. Anasının evindəki rahatlıq burada yox idi. Gözlərində işıqlı ümidlər olsa da, ürəyinin dərinliyində minlərlə sual vardı. O başa düşürdü ki, qadın olmaq yalnız ağ libas geyinmək deyil. Bu həm də hər gün yeni bir rol öyrənmək, sabaha doğru bilinməz bir yol açmaq idi. Pəncərədən çöldəki ulduzlara baxdı. Ulduzlar sanki ona göz vururdu. İçində qəribə bir səslə pıçıldadı. Bəlkə də həyatım hələ indi başlayır. Onların ailə həyatı bir ildən sonra dəyişdi. Yoldaşının işi ilə əlaqədar böyük şəhərə köçmək lazım gəldi. Qız ilk dəfə idi ki, doğulduğu rayonun sakit küçələrindən, tanış simalardan, hər daşına ayağı dəyən yollardan uzaq düşürdü. Şəhər onları işıqları ilə qarşıladı. Uca binalar, səs-küylü küçələr, dayanmadan axan maşınlar. Hər şey qız üçün həm heyrətləndirici, həm də qorxuducu idi. Küçələrin gürültüsü gecələr belə susmurdu. O isə kəndin ay işığında sakitcə çınlayan qurbağaları, səhər çağı xoruzların səsi üçün darıxırdı. Atası uzaqlarda olurdu. İşinə görə daim səfərlərdə, yad ölkələrdə, şəhərlərdə. Onun yoxluğu qızın içində daim hiss olunan bir boşluq idi. Amma ən çox anası üçün darıxırdı. Bəzən yuxuda belə onun səsini eşidirdi. Yuxudan ayılanda həsrət boğazında düyün kimi qalırdı. Yoldaşı icazə verdikdə isə ildə bir dəfə anasını görməyə gedirdi. O görüşlər qız üçün bayramdan da qiymətli idi. Anasının qucağında uşaq kimi ağlayır, susurdu. Sonra yenidən səssizcə geri dönürdü. Şəhərin gürüşüqləri arasında onun ürəyində daim bir sükut vardı. İnsanlarla dolu küçələrdən keçsə də, içindəki tənhalıq getdikcə dərinləşirdi. Yeni həyat başlayırdı, amma bu həyatın dadını hələ tam duya bilmirdi. Bir axşam pəncərədən şəhərə baxdı. İşıqlar okean kimi dalğan alırdı. O isə ürəyində pıçıldadı.
Bəlkə bu şəhər də bir gün mənimlə danışacaq. İllər bir-birini əvəz etdi. Onlar şəhərdə yeni bir mənzil aldılar. Pəncərəsindən baxanda gözün önündə böyük bir mənzərə açılırdı. İşıqlı küçələr, uzaqda gökyüzü ilə qucaqlaşan binalar, hər səhər günəşin doğub şəhərə oyatması. Hamı bu mənzərəni tərifləyirdi, amma qadın çox vaxt pəncərəyə yaxın belə getmirdi. Çünki evin içindəki sükut çöldəki gürültüdən daha ağır idi. Uşaq səsi gəlməyən evlərdə hətta divarlar belə kədərli görünür. Onlar illərlə arzuladılar, həkimlərə getdilər, dualar etdilər. Amma arzuladıkları səs, körpə ağlaması evə gəlmirdi. Qadın hər dəfə ümidlənir, sonra ümidini yavaşca içində boğurdu. Yoldaşının gözlərinə baxanda da eyni kədəri onda da görürdü. Onların sevgisi möhkəm idi. Amma həsrət bəzən sevgini belə sınağa çəkirdi. Bir gün pəncərənin qarşısında dayanıb şəhərə baxdı. Uzaqda günəş batırdı. Qırmızı işıqlar binaların üstünə yayılır, hər tərəfi qızılı rəngə boyayırdı. Amma qadının gözləri yaşlı doldu. Çünki bu gözəlliyi paylaşacaq bir uşaq yox idi. Düşünürdü. Mənzərə gözəldir. Amma mənim içimdə bir səssizlik var. Həyat mənə çox şey verdi. Ən çox istədiyimi isə əsirgədi. Qadının ali təhsili yox idi. Həyat tez onu evə bağlamışdı. Məktəb arzusunu isə yarımçıq qoymuşdu. Amma ürəyində ömür boyu daşıdığı bir istək vardı. Müəllim olmaq, uşaqlara dərs demək, onların gözündə yeni bilik işığı görmək onun üçün ən böyük sevinclərdən idi. Rəsmi olaraq işləyə bilməsə də, o öz yolunu tapmışdı. Evinə qonşuların, dostların uşaqları gəlirdi. Onlara oxumağı, yazmağı öyrədir, riyaziyyatdan kömək edirdi. Bəzən də sadəcə həyat barədə danışırdı. Uşaqların sevinci onun qəlbinə işıq salırdı. O hər dəfə uşaqların gözlərinə baxanda gizlincə öz övladını görmək istəyirdi. Onların kiçik gülüşləri, sadə sualları onun içində həsrəti biraz da böyüdürdü. Amma o bunu gizlədirdi. Çünki əvəzində aldığı minnətdarlıq və mehribanlıq sanki ona "Sən də müəllimsən" deyirdi. Yoldaşına da çox dəstək olurdu. Onun işində kömək edir, evi yükünü yüngülləşdirirdi. Fədakar idi, təmkinli idi. Hər kəs onun mehribanlığını tərifləyirdi. Amma heç kim bilmirdi ki, hər gecə qadın yuxuya getməzdən əvvəl gözlərini yumub dua edir. Allahım, mənə də bir uşaq nəsib et. O dua gecələrin səssizliyində ucalır, amma cavabsız qalırdı. Hər dəfə ümidini itirsə də, səhəri yenidən ümidlə açılırdı. Çünki onun ruhunda heç vaxt tam sönməyən bir kiçik çıraq vardı. Bir səhər oyananda qəribə bir həyəcan hiss etdi. Son günlər yorğunluğu, narahatlığı onu düşündürürdü. Əvvəlcə bunu sadə bir yorğunluq saydı. Sonra isə içində bir gizli ümid işarəsi doğdu. Nəfəsi titrəyə-titrəyə həkimə getdi. Gözləmə otağında oturarkən ürəyi sanki quş kimi çırpınırdı. Onun üçün saatlar günə çevrildi. Həkim otağa girib sənədlərə baxdı, sonra təbəssümlə üzünə baxdı. Təbrik edirəm, siz hamiləsiniz. Qadın əvvəlcə eşitdiyini anlamadı. Sözlər beynində əks səda verdi. Sonra gözlərindən yaş axdı. İllərin gözyaşları idi. İllərin gözyaşları indi sevincin damlalarına çevrilmişdi. Evinə qaydanda ilk dəfə pəncərədən mənzərəni gördü. Şəhər ona başqa cür görünürdü. Küçələr daha rəngli, günəş daha parlaq, gökyüzü daha dərin idi. Çünki o mənzərəni dəyişən mənzil yox, onun qəlbində doğulmağa başlayan yeni həyat idi. O axşam dəftərinə ilk cümləni yazdı. Sükut illərlə danışdı. İndi isə həyat pıçıldadı. Sən ana olacaqsın.